YouTube kanalımızdan herkese salam. Mikrofonu götürməmişəm. Eybi yoxdur. İndi uşaqlar bağçadan götürdük. Müşfiqən yolda qarşılaşdıq. İndi gedirik buradan. Ömür alırıq. Oradan gedirik ət almağa. Həyətdə mangal sezonu. Ürəyəm ata gətirdi. Həyətdə mangal sezonunu açacağıq inşallah. Burada belə balaca bir mağaza var. Küçənin birisi tərəfində. Kömürü buradan alacaq. Niyə buradan alırıq heç bilmirəm. Belə istəyirəm ki, Müşfiqə əgər ki apara bilsəm, istəyirəm Müşfiqə aparım Türkiyana, oradan üzümə bir nəmləndirici, bir də ki üz təmizləmək üçün peeling gel almaq istəyirəm. Burada qoyub getmişik ət almağa. Alisan başı hanı? Ara? Ara. Bəs məni niyə gözləmədiniz? Sen de gelmedin bahçe. Mama. Hayca. Ana ne? Deyirlər ki, kişi evdə bir iş görəndə qadın bu iş yaxşı olmasa belə mütləq şəkildə onu tərifləməlidir, abartmalıdır ki, kişi bu işi təkrar yenə eləsin. Amma həqiqətən şişirtmədən deyirəm ki, Müşfiqin kababları çox ləzzətli olur. Ümumiyyətlə əli çox dadlıdır. Nəysə, o kababları hazırlayarkən mən də içəridə salat və s. hazırladım ki, gələndə birbaşa yeməyə keçək. Bu dəfəki vlog biraz balaca olacaq, amma abunə olub like eləsəniz həvəslənib yenə çəkəcəm. Yes. Müşfiqin kababından qalmadı. YouTube abunəçilərimizə də salamlar. Pollu YouTube abunəçilərdən qonaqlıq verə bilərəm. Amma İndi Amin abunə olmuşuq. neçə? 10.000-ci abunəmizə qonaqlıq verə bilərik. 10.000-ci 50 nəfəri abunəmizi. seçib, 10 min abunəzi 50 biraz çox getdi. 20 nəfər seçib qonaqlıq verə Hə, bilərəm. 10.000 abunəyə 20 nəfər Gəl, kabab qalmışı qoydu. çağırıb qonaqlıq. Nəysə küləkləyirik ki, biz də yalandan deyirik. Allah hər kəsin süfrəsini bol ruzili və bərəkətli eləsin. Göz haqqınızı halal edin. Hələlik.